Salam aleykum dəyərli izləyicilər. Novxanıdan salamlayıram sizi. Novxanının mərkəzində Grand Marketin arxasında ən elitli küçədən 26 sotun içində möhtəşəm tikili villa təqdim eləyəcəm. Gördüyünüz bu villada tam özü üçün, öz şəxsi yaşayışı üçün tikilmiş villadır. 400 kvadrat ümumi sahəsidir, 2 mərtəbədir, 7 otaqdan ibarətdir. İlk öncə mən sizə həyətyanı sahəsi ilə tanış edeyim. Gördüyünüz kimi sağ tərəfdə şam ağacları əkilib, ortada meyvə ağaclarıdır, dekorativ ağaclar əkilib, hamısı bar verə meyvə ağaclarıdır. Burada besetkasıdır, besetkanın arxasında şəlaləsidir. Şəlaləsi də gecə vaxtı çox gözəl işıqlanır. İçməli suyu, qazı suyu işığı daimidir, kanalizasiya sistemi var, sənəd torpağın kupçası var. Kim alsa evə də kupça düzəltdirə bilər. Əsas odur ki, 26 sot tam kupçadır. Burada besetkası tam qanuni şəkildə çox keyfiyyətli tikilmiş bir villadır. 2 mərtəbədir, qarşısında hovuzudur. Bax, bura villamızın arxa hissəsidir. Əsas ön hissəsi qarşıdadır. Proyektin çox gözəl verib. Dizayner kimdirsə, yəni yaxşı fikirləşib ki, hovuzu villanın arxa hissəsinə salıb. Hovuzun arxasında yenə besetkası. Əlavə olaraq böyük tonajlı su anbarı var. Katelni sistemidir, kombi sistemidir. Hamısı tam qanuni şəkildə yığılıb. Burada da filtrini daşma hovuzdur, ölçüsü də kifayət qədər böyükdür. Bax, bu hissəyə mətbəxdən də çıxa bilərsiniz. Əsas evin giriş hissəsi qarşı tərəfdədir. Gedək, mən oranı sizə göstərəcəm. Qarşısında böyük besetkası, teras sahəsi, ikinci mərtəbələrdən, otaqların hamısından eyvana çıxa bilərsiniz. Həyətində qazon əkilib, həmişəyaşıl ağacları əkilib, işıqlandırması çox gözəldir, kamera sistemi çəkilib. Girişdə əlavə olaraq həyətdə 2 sanitar qovşağı var, 2 qarajı var. Avtomatik açılan qapıları da çox keyfiyyətlidir. Bura isə villamızın ön görünüşüdür. Gəlin, qarşı hissədən də sizə görünüşünü göstərim. Əsas giriş hissəsi, bax, bu hissədən daxil olursunuz. Sol tərəfdən də fırlanıb arxasına keçə bilərsiniz. Arxada 2 qapı var əlavə. Biri katelni sistemidir, biri isə evin arxa çıxışıdır. Gəlin, indi isə daxil olaq, çox vaxtınızı almayayım, evin proyektini göstərim. Pilləkənlərin üzərisi mərmərdir. Bax, bu teras hissəsinin hamısına mərmərdən istifadə olunub. Qapısı maşallah çox böyükdür. Bismillahirrahmanirrahim. Bura 1-ci mərtəbə. Gördüyünüz bütün otaqların hamısı istipoldur. Qranit mərmər olan yerlər də istipoldur. Laminat vurulan yerlər də istipoldur. Pilləkən hissəsidir. Həmən o arxa qapıdır. Evin arxa hissəsinə çıxışı var. Gəlin, mən sizə möhtəşəm olan sahəsi olan qonaq otağını görsədim. Gördüyünüz bütün əşyalar hamısı qalacaq. Burada nə görürsünüz? Əşyalar hamısı qiymətə daxildir. Demək olar ki, villa tikilib 2 il, yaşayış ümumilikdə heç 1 ay olmayıb. Amma daimi nəzarətdədir. Axranı var, evin baxçısı var. Burada da kamin yığılıb, kamin işlək kamindir. Gördüyünüz bu televizordur. Bax, buna 8.000 pul verib. Bütün hər şeyin qiymətini demirəm. Buradakı mebellər hamısı bahalı mebellərdir. Qarşısı böyük vitraj pəncərələr, hamısı həyətə gözəl görünüşü var. Gəlin, əlavə olaraq sizə 1-ci mərtəbədə olan 2-ci otağı göstərim. Əlavə olaraq yataq otağı kimi, iş otağı kimi istifadə edə bilərsiniz. Mən sizə yuxarı hissəni, bax, tavanda işlənilən əl işlərini göstərim ki, hamısı sənət əsəridir. Onların hamısı rəssam işlənib. Gəlin, mən sizə ümumi olan 1-ci mərtəbənin hamam otağını görsədim. Daha sonra mətbəxi çox keyfiyyətli mebellə yığılmış böyük mətbəxi var. Mətbəxdə də, bax, bu hissədə qab yuyandır. Burada gördüyünüz soyuducudur, qaz peçidir, hamısı qiymətə daxildir. Buradan da yenə də qarşısında eyvana çıxmağa qapısı var. Qapıların da hamısına ağzaqana setkalarına kimi belə vurulub. Burada da böyük bir televizor var, mebelin içinə yığılıb. Burada isə əlavə olaraq çamaşır otağıdır. Çamaşır otağında 2 paltar yuyan quraşdırılıb, iş qaplardır. Xanımların rahatçılığı üçün əla bir düşünülüb. 2 dənə karabka yığılıb, işıq karabkası. Biri 1-ci mərtəbənin, biri də 2-ci mərtəbənin. Bunu da göstərim ki, bütün otaqların qarşısında kombi aparatı üçün quraşdırılıb ki, kombi otağına getməyə ehtiyac yoxdur. Girişdəki iş qapı da sizə göstərdim. Gəlin, qalxaq, pilləkənlərin özü beton, üzərisi çox bahalı fıstıq ağacından yığılıb. Pilləkənlər özü də rahatdır qalxanda, yəni ölçüsünü çox gözəl qoyublar ki, pilləkənlə qalxanda adamı yormur. İkinci mərtəbədə 5 yataq otağı var.
Evin də hündürlüyünü fikir verirsiniz. Bax, həmən aparatlar bütün otaqlarda var. İşığın karabkası burada yığılıb. Radiator sistemi yoxdur evdə. Bütün otaqlar hamısı istipoldur. Və vurulan laminat da istipola davamlı laminatdır. Bura villamızın əsas yataq otağıdır. Buradakı əşyalar da gördüyünüz hamısı qalır. Çox möhtəşəm yataq dəsti. Buradan da durdu səhər-səhər bir dənə həyətə bacıya. Mənzərəsi də gözəldir, qarşısı açıqdır. Kondisioner otaqların hamısında var. Bu yataq otağının daxilində hamam otağı da mövcuddur. Duş kabin də yığılıb, vanna da yığılıb bu otaqda. Yerlər hamısı dediyim kimi istipol. Buradan da bir dənə pilləkənin listurunu göstərək sizə. Çox möhtəşəm bir listur yığılıb. Bir sözlə evdə hər şey düşünülüb, dizayn verilib. Bura əlavə olaraq bir yataq otağı. Baxır villanın qarşı tərəfinə, qarşısında eyvanı var. Kombi aparatı bütün otaqlarda quraşdırılıb. Əşyalar demək olar hamısı yenidir, istifadə olunmuyub. Bura ümumi hamam otağıdır, 2-ci mərtəbənin. Daha sonra gəlin 3 yataq otağını da sizə göstərdim. Allah bütün övladları saxlasın. Bura övladların, uşaqların otağı, qız uşağı üçün nəzərdə tutulmuş bir otaq. Yenə də qarşısında eyvanı var. Növbəti bir yataq otağı. Otaqların hamısı əşyalıdır. Əşyalar hamısı yenidir. Burada da qarşısı vitraj pəncərələr, eyvanı yoxdur. Eyvan növbəti yataq otağında var. Dəyərli izləyicilər, burada sonuncu yataq otağı. 400 kvadrat 26 sotun içində sənəd torpağın kupçası var. Qiymətini aşağıdan qeyd edəcəm. Zəhmət olmasa 2 saat əvvəl xəbər eləyin, gələk bir yerdə baxaq. Sağ olun, var olun.